Hər vaxtınız xeyir olsun millət, hər birini salamlayıram uşaqlar. Bu günləri də maraqlı bir videomuz olacaq. Bu günləri biz qızılda bir situasiya götürdük və onun haqqında danışacağıq və onu açıqlayacağım sizə. Bu adətən futureslarda, long gedən trendlərdə yaxşı işləyir və bundan siz yararlana bilərsiniz. Yəni fərqli bir şey deyil. Sadəcə mən sizə uşaqlar real setupları göstərirəm. Hansı setuplar işləyir və hansılardan yararlanmaq olar. Və hal-hazırda sizə göstərəcəyim qızıldır uşaqlar. İlk öncədən deyim ki, dostlar, əgər abunə olmamısınızsa, zəhmət olmasa abunə olun, şərh bildirin, fikir bildirin, hansı mövzuda istəyərdiniz videolar və biz də o mövzuda çəkək. Uşaqlar, baxın, bizdə belə bir gözəl trend var. Hansı ki yuxarı gedir. Ümumiyyətlə qızılda dostlar, qızılda biz gözəl bir düşüşü axtarıb ondan sonra long girməliyik. Yəni burada short axtarmaq çox təhlükəlidir və məsləhət deyil. Yəni bunu deyim sizə. Çünki qızıldır, qızıl ancaq qalxır uşaqlar. Qızıldır, əlvan metallardır uşaqlar. Bunlar qalxırlar və bunlara long keçid almaq daha məsləhətdir və məqsədə uyğundur. Ona görə də uşaqlar long situasiyalar axtarırıq. Bəli, bu shortu siz tuta bilərdiniz, amma saxlasaydınız siz, deyək ki, belə götürək, ilk öncədən gəlin biz Fibonu götürək, Fibonacci. Baxın, bizim burada belə bir trendimiz var, hansı ki bu trend buradan başlayıb və qalxmağa davam edib. Gəlin biz öz Fibomuzu ataq bu trenddən və çəkək biz onu yuxarılara. Bizim bu trendimiz bura kimi davam edib. Baxın, bura kimi. Burada traderlar adətən Forex bazarında deyək ki, trade edənlər valyutalarda burada hansısa bir situasiyalar gözləyə bilərlər və bundan yararlana bilərlər. Amma bu başqa bir aktivdir və burada hərəkətlər başqa cür olur. Yəni sizin valyutalarda istifadə etdiyiniz strategiya qızılda işləməyəcək. İşləsə də çox nadir hallarda. Çünki bu qalxan trend uşaqlar, burada özünüzü allatmayın. Burada məsəl üçün deyək ki, bizim traderlarımız başladılar məsəl üçün buradan short əməliyyatlar açmağa. Okey, açdılar, deyək ki, düşdü buradan. Burada geri qayıdışda məsəl üçün siz, əgər deyək ki, biz Forex bazarındayıq və bu da Forex bazarıdır. Sadəcə nəyi deyirəm mən? Valyuta bazarındayıq və biz burada hansısa bir, məsəl üçün FVG görə bilərik. Görək 15 dəqiqəlik bizə nə göstərir? Okey. Görürsünüzmü? Bu fərqlidir. Burada fərqli işləyir hər şey. Məsələn, bizim burada deyək ki, boşluğumuz var, FVG-miz var və biz düşünürük ki, bizim qiymətimiz həmən bu FVG-yə gəldikdən sonra, məsəl üçün deyək ki, biz düşünürük, burada long trend gedir. Yəni bu, görürsünüzmü, hər dəfə, məsələn, burada sonuncu yuxarıdan aşağı gəldikdə lower low yarandı. Burada da görürsünüz var. Baxın, gəldi ilk öncə lower low, lower high, lower low. Oldu mu bura? Lower low. Gördünüz mü? Bundan aşağıdadır. Və gəldi bunu keçdi və yeni lower high yaratdı. Düzdürmü? Lower high. Yeni lower high yaratması nə deməkdir? Bizim trendimiz çönür. Bəli, çönür və biz yuxarı gedirik. Amma sizi çaşdırmasın ki, məsəl üçün, burada deyək ki, valyutadasınız və yaxud da ki, buradasınız. Görürsünüzmü? Burada trend götürdü, getdi. Buna FVG falan təsir eləmir. Burada FVG yalnız long istiqamətdə yaxşı işləyir. Bəli, siz buradan deyək ki, gəldiniz buraya fikirləşirsiniz ki, buradan bu dəqiqə belə olacaq. Güya ki, vızlom strukturu da özünüz üçün fikirləşirsiniz. Güya ki, burada hansısa bir vızlom oldu, hansı ki, heç nə yoxdur. Baxın, gəlirsiniz və çıxıb gedirsiniz yuxarı. Siz düşünürdünüz ki, bu trend buradan gələcək, məsəl üçün buralarda dayanacaq və buradan basacaq aşağı, düzdürmü? Valyuta bazarında olsaydı bu olardı, yəni belə bir şey olardı, bəli, səhv analiz eləməyəcəydiniz, stopu arxaya ata bilərdiniz məsəl üçün buralara və buradan aşağı short gələ bilərdiniz. Amma bu qızıldır uşaqlar, mən bunu nəyə görə deyirəm? Mən sizə bunun hal-hazırda təlimini keçmirəm. Bu sadəcə belə olardı, yəni valyuta bazarında gözəl bir retest götürə bilərdik buradan valyuta bazarında. Qızıldır bu və qızılda biz başqa cür hərəkət edirik. Qızılda uşaqlar, biz düşüşdən sonra belə bir situasiyanın yaranmağını gözləyirik. Görürsünüzmü? Burada gəlirlər, baxın, həmən bu diapazon, deyək ki, gəlin mən bu sessiyaları yığışdırdım ki, ekran təmiz olsun uşaqlar və biz burada təmiz görək hər şeyi. Mən buradan əməliyyata girmişdim
və buralarda mən əməliyyatdan çıxdım. Məndə trolling stop idi. Videonu burada görə bilərsiniz. Instagramda da izləyin uşaqlar. Instagramda da paylaşıram. TikTokda da izləyin. Orada da dəstək olun. Çünki dəstəyiniz motivasiya verir və mən də sizin üçün vaxt elədikcə video çəkirəm. Mən YouTube-dan pul qazanmıram. Ona görə də yəni özünüz baxın. Sizin üçün sadəcə çəkirəm, çünki çoxdan izləyən izləyicilərdir və yenilər də gəlir. Çəkməmək biraz hörmətsizlik kimi çıxır. Baxın uşaqlar, deməli, öz real setuplarımdır, özümüz işlədiyimiz setuplardır, hamısı yəni gəlir gətirmiş setuplardır. Götürün özünüzə, məşqlərinizi eləyin, işləyin. Bu arada deyim ki, sizə uşaqlar, hər ayın biri bizdə təlimlər başlayır. Modullardandır və həftə sonları canlı təlimlərdə özüm və bizim təlimçimiz tərəfindən sizə izah olunur. Bir həftə ərzində keçdiyiniz təlimlər sizə izah olunur. Burada video görə bilərsən, keçid alıb baxa bilərsən tam olaraq təlim haqqında videoya və bizimlə Instagramda əlaqə saxlayıb bəlkə də bu təlimə də çatdıra bilərsən. Yəni çünki bizdə artıq bu günləri cəmi 25-i də ayın 5 gün qalır və əgər bu videoya baxanda sən ayın sonuna düşmüsənsə, deməli çatdıra bilərsən. İstənilən bir ayın sonuna, fərqi yoxdur. Çatdıra bilərsən və ayın biri olmamış, yəni əvvəlcədən yığılır bir yerə hamı və sonra keçirik biz təlimə. Təlimlər haqqında məlumatı dediyim videoda tapa bilərsən. Bu qızıl olduğu üçün biz burada sadəcə yuxarı gedirik. Biz bunu necə eləməliyik? Baxın, deməli, biz burada götürürük, öz ştriximizi çəkirik. Deməli, millət, biz gördük ki, gözəl bir düşüş vurdular və buradakı likvidlik yığıldı. Buradakı likvidlik yığıldı, amma uşaqlar, biz gedib 50%-lərə heç çatmadıq. Yəni, heç ucuzlaşmadı. Yəni, bu qızıldır uşaqlar. Siz buna qrafiklə yox, siz buna likvidliklə, ümumiyyətlə dünyada qızılda vəziyyətlə, qızıl nə qədər ucuzlaşa bilər ki, yəni. Qızıl yüngül buraxdılar, o da ki, müharibələr, nə bilim, hansısa bu xəbərlər təsir eləyir, Trump çox təsir eləyir bazara və bu, belə bir şeylər olur, bu da ki, yüngül bir korreksiyadır, hansı ki, özləri eləyirlər və daha ucuzdan almaq üçün. Bu, manipulyasiyadır, prosto. Qızılın qiyməti düşmür, qızılın qiyməti ancaq longdur, uşaqlar, qızıl qalxır. Burada da mən istəyirdim ki, $5.000 qoymuşdum teki, gedəcəkdi uşaqlar, sadəcə 5-ci gün mən əməliyyat saxlamıram. Ondan xeyir tapmamışam mən. Saxlamayın həftə sonuna əməliyyat. Çünki qapla açılır, nə bilim, ya da ki, stop olursunuz və bir də nüans deyim sizə, baxın, əgər qapla açıldıqda siz stopunuzdan çox o tərəfədirsə, məsələn, siz $200 deyə stop qoymusunuz, qapla açılırsa uşaqlar, o əksinizə açılsa, qap nə qədər uzaqdırsa, o qədər minusla. Düşünün ki, $300 qoyduğum tepe məndə 900 neçə dollar stopla bağlanıb. Yəni, qapla. Belə təcrübələrim var. Yəni, deyirəm, biləsiz, bunu da özünüzə qeyd eləyin. Yəni, deməyin ki, o stopum var, birdən nəsə olsa olar. Yox, stop vecinə deyil. Çünki siz necə? Siz stop qoyduğunuz yerdə heç bir orderi yoxdur. Orderlər daha aşağıdadır. Siz stop qoyduğunuz yerdə alıcı və yaxud da ki, satıcı yoxdursa, onu götürməyəcəklər. Gedib alıcı və satıcı olan yerdən götürəcəklər. Bu çox önəmli nüansdır. Yəni, bunu özünüzə qeyd eləyin. Mən də çıxdım. İndi həftə başlayanda yenə də baxacağım situasiyaya və gözləyəcəm qızılın hərəkətini. Çünki qızılda, məsəl üçün, düşünmürsən ki, buraları gəlib birdən vurarlar. Qızılda sadəcə, uşaqlar, burada situasiyalar götürmüşəm. Mən sizə sadəcə bir dənə götürdüyüm əməliyyatı danışıram və onu sizinlə paylaşıram, uşaqlar. Fon hesablarında işləyirik. Bunların hamısını təlimlərdə öyrədəcəm mən sizə özüm. Baxın, uşaqlar, burada belə bir situasiya var. Biz görürük ki, bayaq dediyim sizə, lower high, lower low söhbəti, qiymətimiz düşdü. Düzdürmü? Vuruldu. Bura heç bir əməliyyat açılası bir yer deyil. Dostlar, təlimlərə niyə görə gəlmək lazımdır? Baxın, bu təlimlərin qiyməti yoxdur. Mən sizə açıq deyirəm. Bunu izah eləyirəm və ona görə deyirəm ki, siz biləsiz niyə görə olmalısınız orada. Baxın, siz hər şeyi birbaşa bizdən soruşursunuz. Başa düşdünüzmü? Yəni, gedib araşdırım, axtarım, nə bilim, neyniyim yox. Məsələn, nə lazım oldu birbaşa soruşursunuz və cavabını alırsınız. Bizlə birbaşa əlaqədəsiniz. Və belə bir şeylər olanda gələcəyinə həmən o dediyim komanda yığılanda uşaqlar, biz bir-birimizi belə bir analizlərlə bilgiləndirəcəyik və bundan yararlanacağıq. Aydın olurmu sizə? Yəni, məqsəd budur. Ay, qiymət nə bilim bu qədədir, ay nə bilim bu qədədir. Uşaqlar, bu təlimin qiyməti yoxdur. Valla, mən elə bir qiymət qoymuşam ki, mənim stop lossum $1000'dır. Təlimin qiyməti onun yarısı belə deyil, yəni. Özünüz fikirləşin. Orada mənim elə də böyük bir gəlirim yoxdur, uşaqlar. Mənim
xərclərim böyükdür və o mənim üçün deyil. Bu sizin üçün prioritetdir ki, mən təlimə gəlirəm. Yəni siz düşünün, o təlim ödənişsiz olsa, orada hamı olar və bu nə qədər dəyərli olar sizin üçün. Bu mümkün deyil uşaqlar, əmələ gələn şey deyil. Və mən də həmən o təlimləri öyrənmək üçün xaricdən alıram deyə daha çox pul ödəyirəm, daha çox ödəniş eləyirəm və bunun üzərində mən öyrənirəm və indiki gəlirimi əldə edirəm. Aydın olursa, hər gün öyrənirsiniz. Bazarda həmişə inkişaf eləyir. Siz bir dəfə təlim aldım, öyrəndim, qurtardı söhbət. Yox. Sizin ətrafınız da belə olmalıdır. Ətraf yığmaq üçün gəlirsiniz təlimlərə. Budur, bax uşaqlar, community budur. Sən əgər orada, oy təlim nə bilim bu qiymətdir, ay o qiymətdir, nə bunun söhbətini eləyirsənsə dostum, bu trader, nə bilim bax özün. Açıq deyirəm ki, mən nəyə görə onu eləyirəm, başa düşürsən? Bunun dəyəri yoxdur. Sən buradan fon hesabı götürəcəksən, 100 min dollar, 50 min dollar məsəl üçün də, 300 dollar, 500 dollar pul verəcəksən ona. Ona görə mənlə burada təlim söhbəti, təlimin qiyməti belədir, elədir. Yəni bu söhbətləri eləməsən, bax gör hansı işə gəlirsən, hansı sənəti öyrənməyə gəlirsən. Buradakı pullara bax, ödənişlərə bax. Bu hələ ki bizim əlimizdə bu şans var. Fon hesabları var. Fon hesabı olmayandan sonra biz məcbur olacaq öz pulumuzla trade eləyək. Başa düşürsən? Sən bunu biləndən sonra orada da rahat trade eləyə biləcəksən. Budur. Məqsəd budur. Biz gəlmişik buradan aşağı və korreksiyanı aldıq. Bu qiymətin başlanğıcı buradandır. Deməli biz buradan gəldik, daşı buradandır. Buradan götürsək biz aşağı Fibo atsaq, gəlin belə bir dənə bir şey eləyək. Götürək biz bir dənə Fibo. Bizim qiymətimiz deməli buradan başlayıb və gəlib bura kimi. Diskont premium zona var. Siz burada alverçisiz. Yəni alverçi nə deməkdir? Ucuz almalısınız. Yəni mən ucuz almaq istəyirəm. Aydın olurmu sizə? Çünki bu qızıldır. Hal-hazırda biz qızıldan danışırıq və sırf qızıl üçün bu işləyir. Biz ucuzdan almalıyıq. Yəni biz düşüşü gördük. Biz burada heç nə almırıq. Bu gedəcək, qayıtmalıdır. İkinci korreksiyadan sonra məsəl üçün burada girişlər hardan ola bilərdi? Допустим, baxın, bizim giriş nöqtələrimizi göstərəcəm mən sizə. Deyək ki, bizdə görürsünüzmü 618 zonalarına gəlmişik. Görün necə gözəl bir korreksiyamız olub. Baxın, FVG görürsünüzmü burada? Bizdəki bu FVG dönür IFVG-yə. Aydın olurmu sizə? IFVG nədir? Təlimlərdə biz izah eləyirik onu açıq şəkildə və sizə tam olaraq göstəririk. Baxın, IFVG burada olan əksinə həmən bu FVG-dir. Mən sizə bunu deyirəm, sadəcə deyirəm ki, orada daha aydın izah eləyirik. Özümüz canlı şəkildə, hər həftə sonları. Deməli, gördünüzmü? Gəlmişik və burada biz belə bir yer var. Baxın, bura. Gördünüzmü? Burada yığılma gedir uşaqlar. Yığılma gedir və gəlirik, buranı yığırıq. Biz burada əməliyyat aça bilərdik. Misal üçün, necə aça bilərdik? Yenə də deyirəm sizə. Gəlin, bu Fibonacci-ni götürək, sadəcə çəkək bura. Deyək ki, biz buradayıq və bir dənə də aşağı biz çəkirik Option trendi. Bizdə aşağıda diskont zona var. Diskont zona. Biz birbaşa əməliyyata girə bilmərik. Olmaz. Siz bilmirsiniz qiymət hara gedir. Nə olsun ki qızıldır. Biraz da buraxma şansları olur. Garantiyaya verməyib. Çünki onu biz bilmirik. Baxın, biz nəyə bilirik? Biz bilirik ki, burada Fibo ilə bir geri qayıdış. Baxın, birinci toxunuş var. İkinci dəfə biz bura dəyməmişik. Yəni, bura hal-hazırda stop atılası və məsəl üçün deyək ki, valutalarda biz olsaydıq burada, misal üçün biz bura deyək ki, stop atdıq, düzdürmü? Və burada hardasa tek götürmək istəyir skalperlər üçün, tez-tez əməliyyat açanlar üçün deyək ki, məsələn stopumuz yuxarıdadır və bizim giriş nöqtəmiz deyək ki, qayıdışdadır deyək ki, burada. Və siz stop olursunuz burada girsəz. Əgər valyutada da belə gedə bilir, aydın olurmu sizə? Sadəcə bu stop yeridir və burada hal-hazırda bu baş verib və bundan sonra qiymət gedib aşağı. Aşağı getdikdən sonra gəlir FVG-ni doldurmağa və oradan da basıb yuxarı, vapşı uçub gedib. Görürsünüzmü? Fibonacci-nin tam xətti ilə hərəkət edib. Yəni, Fibonu siz deyək ki, buralardasınız. Burada bizdə daşı Elliot da var idi. Elliot bizdə 5-i burada göstərirdi. Amma bu qızıl olduğuna görə mən burada Elliot'u yalnız sərf eləyən tərəfə olanda baxıram. Baxın, görürsünüzmü? Buradan vurdular, saldılar. Amma yenə də valyutada da belə olsa, uşaqlar gözləyin, bir dəfə də yuxarını yığa bilirlər. Bu düşüş, bu vuruş, görürsünüzmü? Burada bizdə retest zonası var. Uşaqlar, burada retest zonası var. Götürək, bizdə burada retest zonamız var.
və biz buranı qırıb yuxarıda bərkiyib və buradan yuxarı getmişik. Fikir verin, balaca bir yerdən fitil ataraq yuxarı getmişik və korreksiyamızı veririk sadəcə. Biz buradan heç bir aşağı əməliyyat açmırıq. Çünki bir dəfə toxunuş, iki dəfə toxunuş var və burada qırılma var. Uşaqlar baxın, bir dənə də göstərim sizə. Bu zonanı biz qırmışıq və bizim bu şamımız, baxın, buradakı həmən bu situasiya bizdə yeni lower high yaradır. Çünki burada baxın, lower low, lower high deyək ki, yenə də göstərim mən sizə. Lower low, lower high, lower low yaratmadı. Eyni diapazondadır. Yeni higher high yaratdı. Aydın olurmu sizə? Bu bizə nə deyir? Trend longa yönlüdür və biz burada ancaq long pozisiyaya axtaracağıq. Buradan hal-hazırda girmək olardı long. Əgər siz buradan long keçid alsaydınız, deyək ki, bizim giriş nöqtəmiz, biz bura order qoymuşuq və bizim giriş nöqtəmiz buradandır və bizim stopumuz mütləq və mütləq şəkildə bu sahənin altında olmalıdır. Və bizim take'imiz də yuxarılarda olmalıdır. Burada hardasa 1-in 1-ə gələcək. Bu sizə sərf eləməz. Əgər buradan keçid almısınızsa, yenə də burada sizi stop eləyərdilər. Məsəl üçün, deyək ki, siz əgər bunun altına stop qoysaydı, deyək ki, buradan əməliyyat açmışsınız. Götürək yenə də long pozisiyanı və deyək ki, həmən bu şama, həmən bu pin bara, deyək ki, vurdular, okey, düz analiz eləmişsiniz, problem yoxdur. Sadəcə açmışsınız, deyək ki, əməliyyatı buradan və stopu siz qoymusunuz burada, düzdürmü? Görürsünüzmü? Gəldilər, onları yığdılar. Bir dəfə ilə iş düzəlmir. Burada bir raket elə bil ki, start götürür. Həmən o raket start götürənə kimi, uşaqlar, siz gözləməlisiniz birinci. Burada mənim əməliyyatım yox idi. Mənim əməliyyatım biraz yuxarılarda oldu, baxın. Mən sizinlə paylaşdığımı demirəm, mən burada girmədim əməliyyata. Mən girdiyim yeri sizə deyəcəm. Baxın, uşaqlar. Burada mən görürəm ki, yenə də biz yeni lower high yaratdıq və mən götürəcəm, məsəl üçün, əməliyyatımı, допустим, mən əgər buradan açıramsa, mənim əməliyyatım buradadır, uşaqlar, kıstati görünür. Mən sizlə onu paylaşmışdım, paylaşdığım əməliyyatı deyirəm və buradan əgər mən əməliyyat açsaydım, uşaqlar, yenə də deyirəm sizə, long əməliyyatı deməli, buradan açılsaydı, əgər buradan açılsaydı, çünki biz yuxarılarda bağlanmışıq, bizim stopumuz heç olmasa konservativ olaraq bu zonanın altında olmalı idi. Və mən buradan da əməliyyata girə bilərdim. Məsəl üçün, baxın, burada ideal giriş nöqtəsi var idi və buradan əməliyyata girmək olardı. Məsəl üçün, baxın, buradan. Bu şamın bağlanmağından, bax, bu şam var. Deyək ki, şam bağlanandan sonra girirsiniz. Bu daha dəqiqdir, çünki bu şam bağlanana qədər burada iynə buraxa bilər və buradan aşağı gedib aşağıları da yığa bilər. Ona görə şamın bağlanmağını gözləyirik və deyək ki, buradan əməliyyat açırıq. Deyək ki, buradan əməliyyat açırıq və stopumuz bizim bunun altında olmalıdır. Aydın olunmu sizə? Əgər stop sizə sərf eləmirsə, gözləyin qiymət biraz aşağı düşsün. Aydın olurmu sizə? Əgər biz buradan açırıqsa, stopumuz heç olmasa burada olmalıdır. Bu konservativ stop sayılacaq. Agresiv stop qoymaq istəyirsinizsə, onu artıq buralara çəkib qoyursunuz. Yəni, buralara hardasa, yəni buradan aşağı. Amma belə olanda bir dənə iynə ata bilərlər və yaxud da ki, spread böyüyə bilər və sizi oyundan çıxarda bilər. Burada isə biz sadəcə çəkə bilərdik, məsəl üçün, buralara və 1-in 7-yə error götürə bilərdik. Buradan, məsəl üçün, əməliyyat açsaydıq. Və biz buradan açmamışıq, biz sadəcə, mən sizə bunu göstərirəm. Burada da mənim girmə səbəbim, uşaqlar, qarşıma xəbər çıxdı, qızıl qalxdı, qızıl növbəti rekordları vurur və mən o saat qızıla girdim. Yəni, mən qızılda tam olaraq hər gün trade eləmirəm. Mənim qızılda müəyyən vaxtlarım olur, hansı ki, bərk shortdan sonra mən longlarımı götürürəm. Siz videolarda baxa bilərsiniz. Mən qızılda çox trade eləmirəm. Baxın, uşaqlar, açırıq. Görürük ki, uşaqlar, baxın, hər dəfə burada likvidliyi saxlaya gedirlər. Baxın, vurur gedir. Məsəl üçün, burada da siz yenə də əməliyyat açsaydınız, deyək ki, bunu, baxın, burada əgər biz əməliyyat açsaydıq, biz take olacaqdıq. Baxaq, hoppa, gördünüzmü, gəldilər, bir dəfə də götürdülər. Yəni, burada ideal giriş nöqtəsidir, çünki artıq götürüldü və buradan yuxarı long keçid almaq olar. Gördünüzmü? Yenə də qoydular və getdilər. Burada isə nətər olur? Siz artıq plusda olduqda və siz götürürsünüz sadəcə trolling stopla öz stopunuzu çəkirsiniz yuxarıda. Stop yerində qalmır, stop çəkilir yuxarı və take olursunuz, çıxırsınız. Mən isə burada yenidən əməliyyata girirəm və qırılma üçün girirəm. Mən düşünürəm ki, qızıl getdi, öz minimumlarını gördü və növbəti maksimum yaratmağa gedir.
Növbəti maksimumu 5000-ə qoydum. Düşündüm ki, tez birdən atış olar və biz bunu şahidi olarıq. Sadəcə vaxt çatmadı və bazarın bağlanma vaxtına düşdüm və mən çıxdım əməliyyatdan. Çünki bu qızıldır, bu başın götürüb gedəndə. Gedir uşaqlar bunun vecinə deyil, 1 saat, 2 saat yox, 15 dəqiqəyə də istədiyi yerə çatar. Yəni ona görə millət belə bir şey elədi. Baxın, burada hal-hazırda qiymət belə idi. Sonra baxaq görək necə razvivasiya oldu. Baxırıq biz simulyasiyaya, bu əməliyyatı mən işləmişəm, özünüz görmüsünüz. Millət, burada mən trolling stopla yuxarı gedirəm, hamısını qaldırıram. Burada artıq $1000 məndə xeyir göstərirdi. Yəni birdən əgər qiymət dala atsaydı, mən $1000 bağlanacaq idim. Baxın, gedir yuxarı və mən çıxıram oyundan. Aydın olur sizə. Mən öz profitimi götürüb oyundan çıxıram. Vəssalam. Burada qalmıram və bu uşerbi götürmürəm. Görürsünüz, buradan yenə də aşağı getdi, alladardı, sonra yenidən yuxarı getdi. Burada sizdə psixoloji problem yaradacaq idi. Yəni bağlayın, bağlamayın. Burada zona var, gəldi bunları yığdı, fikir verin. Bura gəldi, yığıldı. Gördünüzmü? Birinci dəfə gəlib dəydiyi yerin altına heç vaxt stop qoymayın. Qoyun, ikinci dəfə də gəlib oranı yıxsın. Ondan sonra artıq stopu məsəl üçün bunun altına qoymaq olar. Bunun altına stopu qoyub gələn həftə deyəsən qutardı burada qrafik. Hələ ki var, hələ ki qrafik gedir. Aha. Gələn həftə uşaqlar baxacam mən situasiyaya. Əgər qızıl bu sahələrdən yuxarı gedərsə, yenə də long əməliyyatlar açmağa davam eləmək olar uşaqlar. Çünki bu long gedir, buna short girmək lazım deyil. Baxın, burada zona var. Görürsünüzmü? Həmən bu zonadan yuxarıda bağlandıqdan sonra yenidən belə bir qalxdıqdan sonra belə bir şey eləyib, sonra bura yenə də gəlib iynə atandan sonra yenidən uşaqlar davam eləmək olar, millət. Əgər bundan yuxarı getməsə, bu hələlik buralarda oynaya, gəzə bilər uşaqlar. Bu bir təlim idi. Zəhmət olmasa fikirlərinizi bildirin. Çünki əziyyət çəkmişəm millət və bunu sizə göstərmişəm. Özünüz də yararlanın, götürün, baxın. Stoklarda, məsəl üçün, Nasdaqda, G40-da, G30-da, futureslarda bundan yararlanmaq olar. Bitcoin-də də müəyyən yerlərdə bundan yararlanmaq olar. Trendlərdə bundan yararlanmaq olar. Həmçinin bu gördüyünüz short trendə də aiddir. Yəni short trenddə də bunu götürə bilərsiniz. Sadəcə valyutalarda, yenə də deyirəm, valyutalara, çünki biz baxsaq, böyük time frame-də valyutalar konsolidasiyada hərəkət eləyir. Mən sizə burada həftəlik qoydum, yuxarı, aşağı, yuxarı, aşağı. Yəni bu konsolidasiyada gedir və belə davam eləyir. Aydın olurmu sizə? Amma qızıl elə deyil və yaxud da ki, Bitcoin elə deyil. Yəni bunlar həmişə inkişaf eləyir və bunların səhmləri qalxır. Məsəl üçün, US 100-ə girsək, biz Nasdaq-a girsək və Nasdaq-da biz həftəliyə baxsaq, burada hansı short pozisiyadan danışmaq olar. Bəli, buralarda olub, okey, short biraz gedib, bu həftəlikdədir. Hansı ki, bu da short gedib deyəndə ki, burada belə bir situasiya, uşaqlar, burada çox apasdır. Yəni, burada yenə deyim, mən sizə short əməliyyat təhlükəli olardı, amma balaca time frame-lərdə yenə də tapmaq olardı. Çünki biz görürük ki, həftəlikdə short gedir və burada belə bir düşüş var. Amma sadəcə bu yenə də aktiv olduğuna görə bu aktiv ancaq yuxarı gedir. Yəni burada short girmək biraz təhlükəlidir. Long axtarmaq daha yaxşı olardı. Burada da uşaqlar yenə də Fibonacci ilə hərəkət edirsiniz. Yəni Fibonacci-dən əl çəkmirik. Fibonacci bizə həmişə lazımdır. Bizim trendimiz buradan başlayıb və bura kimi davam edib. Baxın, bura kimi davam edib. Atdıq mı biz? Fibonu atdıq bura və biz görürük ki, uşaqlar rovna 618 zonalarından biz buralardan artıq başlamışıq. Bir korreksiya vermişik 0.5-lərə. Görürsünüz necə ideal bir şəkildə işləyir. Həftəlik qrafik sizə lazımdır. Sadəcə baxmaq üçün trend hansı tərəfədir. Ondan sonra bir dəfə də retest eləyib, dala qayıdıb, breakout yaradıb və buradan dala gördünüzmü apardı. Bir dənə də apardı. Bax, bayaqları sizə qızılda göstərdiyim eyni söhbətdir. Gəldilər, bunları yığdılar, sonra təzədən getdilər yuxarılara. Görürsünüz, yuxarılara gediblər, yenə də kimisə yığacaqlar. Yığandan sonra artıq mən Nasdaqda da əməliyyatlarıma başlayacağam. Çoxdan Nasdaqda əməliyyat açmıram, çünki uşaqlar bu dəqiqə kəllələrdədir, təpələrdədir. Long girmək yenə də təhlükəlidir, çünki britva olmalıdır və həmən o britva, görürsünüz, hər dəfə o britva olur. İstəyirəm o britva nədir? Ülgüc deməkdir uşaqlar. Kəsirlər, müşahidə
mişarlayırlar. Bir dənə ondan sonra artıq long axtarmaq sezonu gələcək. Oldu uşaqlar, təşəkkür edirəm videonu bura qədər izlədiyiniz üçün. Hər birinizə uğur və nailiyyətlər arzuluyuram dostlar. Hər birinizi təlimlərimdə gözləyirəm. Gəlin bir yerdə öyrənək, bir yerdə inkişaf eləyək dostlar. Çünki bu xaricdə var, qoy bizdə də olsun. Hamınıza uğur və nailiyyətlər və bolca uşaqlar. Cibiniz pulla dolu olsun millət. Hələlik.